Abbasqulu Ağa Bakıxanov. Nəsihətlər. Rəhm edən Allahın adı ilə başlayıram. Mən nə qədər axtardımsa, uşaqların təlimi üçün elə bir kitab tapa bilmədim ki, o, asan və anlaşılan bir dil ilə onların əxlaqının gözəlliyinə dəlalət etsin. Bəzi işlənməkdə olan kitablar o qədər qarışıq-dolaşıq ibarələrlə yazılmışdı ki, müəllimlərin özləri onları dərk eləyə bilmirlər. Bəzi kitablar isə o qədər uzun və pərakəndədir ki, onları anlamaq çox çətindir. Bu kitablarda uşaqlıqda öyrənilən elm daşa qazılmış şəkil kimidir. Zərbül məsəlinin məzmunundan qəflət olunur. Uşaq yaşlarında hər zamandan daha artıq əxlaq gözəlliklərini onlara öyrətmək lazımdır. Pis xasiyyətlər təkrar olunduğu zaman adətə çevrilib uşaq təbiətinə daxil olandan sonra onlara elm və ədəb öyrətmək müşkül olar. Beləliklə, Hicrətdən 1252-ci il keçən bir zamanda Nəsaih adlı aydın və sadə anlaşılan müxtəsər bir kitab yazdım. Ümid edirəm ki, bu əsər uşaqlara faydalı olub, onların tərbiyəsinə getdikcə daha artıq təsir etsin. Uşaqlara üz tutub deyirəm. Ey mənim əzizim, sən insansan. İnsan dünyada hər şeydən üstün yaranmışdır. Görmürsənmi ki, heyvanlar o qədər böyük bədən və güc ilə insanın əlində əsirdirlər. Bu isə işi yaxşı bacarmaq səbəbindəndir. İnsanlar arasında hər kəs çox bilikli və iş bilən olsa, həmişə hörmətli olar. Deməli, gərək iş bilmək və yaxşılıq etmək qaydalarını o adamlardan öyrənmək lazımdır ki, onlar həyatda təcrübəli və qabiliyyətli olmuşlar. Belə adamların sözləri bizə nəsihətdir. Hər kəsə vəzifədə, elmdə və yaşda səndən böyüksə, ona hörmət elə, ta ki, səndən kiçiklər də sənə hörmət etsinlər. Hər kəsi görən zaman ona salam ver. Əgər o sənə bir söz desə, ədəb və təvazö ilə ona cavab ver ki, hamı səni sevsin. Elə adamlarla oturdur ki, böyüklər onlara yaxşı hesab edirlər. Əclaf və hərzə danışan adamlardan kənar gəz ki, sən də onlar kimi olmayasan. Bir adamı ehtiyac içində görəndə nə qədər bacarırsan ona kömək et ki, sənin bir şeyə ehtiyacın olanda başqalar da sənə kömək etsin. Heç kəsin pisliyini başqasına söyləmə. Çünki əgər o şəxs sənə düşməndirsə, bu sözləri haman adama çatdırar. Əgər dostdursa, sənin haqqında pis fikrə düşər. Yalan danışmaqdan çəkin. Çünki hər kəs sənin bu xasiyyətini bilsə, doğru sözünə də inanmaz. Hər kəs başqasının eybini sənə açıb desə, ondan uzaq ol. Çünki o sənin də eybini başqasına söyləyər. İnsan qəzəbli olanda onun ağlı yerindən oynayar. Elə hallarda özünü hər şeydən çəkindir və hər işi acığın keçəndən sonra icra elə. Sənə tapşırılmayan işi görməyə çalışma. Çünki ondan xeyir görməzsən və işindən də geri qalarsan. Tənbəllikdən qorx ki, o bütün eyiblərdən daha pisdir. Çünki bu dünyada heç şey içsiz deyildir. Bir şey, o biri şey olmadan yaşaya bilməz. Sən də onlardan birisən. Əgər işsiz qalsan, daş və palçıq səndən daha yaxşıdır. Çünki onlar bir ev tikməyə yarayırlar. Elm və kamalı əldə etməyi hər şeydən daha əziz tut. Çünki hər şeyi onların vasitəsilə əldə edirlər. Başqasına pislik etməyə çalışan bir adama yaxşılıq eləmə. Bu pislərə yaxşılıq etmək, yaxşılara pislik etmək kimi bir şeydir. Hər söz eşidən kimi inanma. Çox ehtimal ki, o sözü deyən adamın bir qərəzi var və ya o özü işin həqiqətindən xəbərsizdir. Haman eşitdiyin sözün düzgün olduğunu başqa yerdən də öyrənməyə çalış. Unutma, çox olur ki, biz bir işin necəliyinə inanırıq, amma sonra məlum olur ki, məsələ başqa cürdür. Şoxluq və boş zarafatı özünə adət eləmə ki, nəzərlərdə yüngül görünərsən və istehza etdiyin mövqedə xalq səndən inciyər və haqqında pis fikirlərə düşər.
Mübahisə zamanı əgər birinə qalib gəlsən, elə etmə ki, onun nadanlığı orada oturanlara məlum olsun. Çünki belə olduqda o ürəyində sənə kin bəsləyər və intiqam almaq üçün fürsət axtarar. Söhbət zamanı başqalarının danışığına mane olma. Mümkündür, hiləgər bir şəxs səhv edib öz sirrini aça və düşmən sənin xeyrini deyə. Amma sən çox danışsan, belə nöqsanlar sənin tərəfindən baş verər. Rahatlıq vəziyyətin yaxşılığındadır. Mal, dövlət və vəzifədə deyil. Çox olur ki, bir kasıb zəhmətlə bir parça çörəyi tapıb rahatlıqla yesin, amma dövlət və cəlal sahibi öz işlərinin dolaşıqlığı üzündən möhnət və qorxu içində yaşasın. Sənə bir müsibət üz versə döz. Çünki əldən gedən bir də darıxmaq və təəssüflə geri dönməz. Amma istirab üzündən gələcək işlərin tədbirindən də qafil qalarsan. Öz dərdini başqalarına söyləmə ki, əgər düşmən olsalar sənə rişxənd edib qüvvətlənərlər. Əgər biganə olsalar onların nəzərində hörmətdən düşərsən və əgər dost olsalar onların qəmlənməsinə səbəb olarsan. Bu da sənin dərdini təzələr. Xəsis adam dolanacağın çətinliyi qorxusundan ağır həyat keçirər. Təkəbbürlü adam xalqın nəzərində xar olar və xudbin adam xəcalət çəkmədən qorxub başqalarının məsəkəsinə alət olar. Qəzəbli adam başqalarının günah üzündən özünə əzab verir. Paxıllıq qabiliyyətsizlik əlamətidir. Öz hünərinə inananlar başqalarından çox müvəffəqiyyət əldə edir. Hünərsiz tərəqqiyə çatmağı bacarmadığı üçün başqalarının tənəzzülünü arzulayar ki, onunla bərabərləşsin. Paxıllıqdan daha bədtər yandırıcı ox yoxdur. Paxıl adamlar heç vaxt rahat yaşaya bilməz. Onun öz dərdi və başqalarının şadlığı hər ikisi ona müsibət olar. Həris adam həmişə kədərli olar. Çünki o nə qədər dövlət qazansa elə bilər ki, azdır. Düşmənin təvazö və mehribanlığına inanma. Ehtimal et ki, o səni aldadır və ya zəifdirsə fürsət vaxtını gözləyir. Başqalarının səni tərifləməsi ilə sənin istedadlı olduğunu zənn etmə. Bəlkə onun bir məqsədi var və bu təriflə öz müddəalarını fərdləmək istəyir. Hər mənsəbdə olsan, öz həddini bil ki, özünü olduğundan nə aşağı tut, nə də yuxarı. Xalq sənin əhvalının necə olmasından tez xəbər tutmaz. Sənin öz dilindən çıxan sözlərlə onlar sənin yaxşı və ya pis olduğunu öyrənmirlər. Belə isə dilini yaxşı saxla və deyilməsi lazım gəlməyən sözlərdən özünü çəkindir. Hər işi öz ağlının təsdiqi ilə gör. Bilmədiyin bir işi inkar etmə. Bil ki, təvazökar və şirindil adamın dostları da çox olar. Dostu çox olan adamlar xoşbəxtdirlər. Dostun sənin dərdinə şərik olmağından yaxşı nə var? O sənin nöqsanlarını göstərər və ehtiyac zamanı kömək edir. Dünya malını sevən və mövqe axtarmağa həris olan adam dostluğa yaramaz. Çünki o həmişə öz xeyrini güdüb başqalarına ziyan verməyə çalışır. Hər işdə qərəz sahibi olmayan, özündən ağıllı adamlarla məsləhətləş. Tək adamın ağlı hər işin səlahını tam bilə bilməz. Çox yeməkdən özünü qoru ki, bədənin sağlamlığına və ağla ziyanı vardır. Hər ürəyin istəyəni eləmə. Bəlkə ağlın istəyəni icra et. Çünki ancaq ağıl yaxşı və pisi bir-birindən ayıra bilər. Ağıldan və elmdən daha yaxşı bir dövlət yoxdur. Çünki onlar həmişə səninlə olar və heç kəs onları sənin əlindən ala bilməz. Bir adama nəsihət vermək istəyib, onun işinin səlahını demək istəsən, xəlvətdə de ki, xalq arasında qəbul etməz. Hələ bəlkə səndən inciyərdi. Hər nə vədə vermişsənsə, onu yerinə yetirməyə çalış ki, başqa vədə verəndə onun icra ediləcəyinə də inansınlar. Nə qədər imkanın varsa, başqasının verdiyi şeyi qəbul eləmə. Çünki bu zaman sən onun yanında alçalarsan, o isə böyük görünər. Bugün görəcəyin işi sabaha qoyma.
Bəlkə sən sabah onu edə bilmədin. Düzlüyü özünə şüar elə. Hər kim əyriliyə qurşansa, onun həyası əldən gedər və xalq içində rüsvay olar. İnsanın şərafəti öz qabiliyyəti ilədir. Nəslinə görə deyildir ki, qabil övladın ona ehtiyacı yoxdur. Naxələf övlad isə nəslinin adını batırar. Özünə rəva görmədiyin bir işi başqasına rəva görmə. Onun əvəzində bir başqasından cəza alarsan. Hər bir sözü desən və ya işi görsən, arxayın olma ki, sən xəlvətdəsən. Heç kəs ondan xəbər tutmaz. Çox olar ki, o söz və ya əməlin üstadçılar, belə ki, hər pis işi görən, haman cür düşünərsə də, çox çəkməz rüsvay olar. Heç kəsə zərər verməyə razı olma və öz hesabında pak ol. Əmanətə xəyanət eləmə, ta xalq içindən qovulmuş olmayasan. Qohum-qardaşla və onlara bağlı olan adamlarla mehriban olub, onlara kömək etməyə çalış ki, onlar da sənə mehriban olsunlar. Qonşularla və yerli əhali ilə yaxşı davran ta ki, səninlə də o sayaq müdarə etsinlər. Bil ki, sən təksən, onlar isə çoxdular. Birin çoxa ehtiyacı aydındır. Bədməzaclardan və bədməzaclıqdan həzər elə ki, bütün gözəl xasiyyətləri heçə indirər. Bədməzac adam öz xasiyyətindən əzab çəkdiyi halda xalqdan nə gözləyə bilər? Bir adama yaxşılıq etdinsə, ona kinayə edib boynuna minnət qoyma ki, bununla etdiyin yaxşılıq öz əhəmiyyətini itirər və xoşluq əvəzinə arada küdurət baş verər. Ağıllı adam odur ki, öz eybini başqalarının eyblərindən artıq görə və öz hünərini başqalarının hünərindən az hesab edə. Heç kəsin ədavətini ürəyində saxlama ki, qəlb rahatlığını pozar. Sənin haqqında bir kəsin pis danışdığını eşitdikdə tezliklə haman adama bunu çatdır ki, sözün düz və ya yanlışlığı onun öz hərəkət və sözlərindən məlum olar. Mal dövləti sərf edərkən israfa yol verməməlidir. Çünki başqa daha vacib yerdə sərf etmək lazım gəldikdə əldə olmaz. Sən pis iş görəndə ondan heç bir mənfəət görməzsən, əvəzinə bədnamlıq sənə qalar. Yaxşı əməldən 2 dəfə zövq alırsan. Birincisi onu edəndə, ikincisi onun əvəzi sənə çatanda. Öz ömrünü elə bir işdə tələf etmə ki, axırda onu tərk etməli olasan. Bir işi görəndə əvvəlcə yaxşı düşün və sonra icrasında ehmallıq etmə. Çünki bir işi tərk etmək üçün çox vaxt lazımdır, amma icrası üçün fürsət qənimətdir. Kasıblıqdan və biçarəlikdən şikayətlənmə ki, səndən daha çox kasıb və daha çox biçarələr vardır. Onlar çox sevinərdilər ki, sənin vəziyyətində olsunlar. İnsanlar surət və səsdə müxtəlif olduqları kimi, elm və əxlaqda da bir-birindən fərqlidirlər. Biz Allahı hakim bilirik və irad tutmaq olmaz ki, nə üçün o birini belə, digərini elə yaratmışdır. Hər istədiyin bir iş baş tutmazsa yaxşı fikirləş. Bəlkə sən özün ona səbəb olmusan. Çox olmuş ki, biz işləri ağlımızın göstərdiyi kimi etmirik və sonra başqalarından şikayət edirik. Hər halda etidala riayət etmək lazımdır. Belə ki, hər fikirdə israfa yol versək, xeyir görmərik. Mehribanlıq gözəl xasiyyət olsa da, bəzən qəzəb də öz yerində bəyənilir. Deməli, ağıllı adam odur ki, hər işdə orta vəziyyəti özünə adət etsin. Bir günahkarı ona verilmiş layiqli cəzadan xilas etməyə çalışma. Çünki belə olduqda başqaları da günah etməyə cürət edib yazıqlara əziyyət verərlər. Əgər bir günahsızı nahaq cəzalandırırlarsa, mümkün qədər çalış onu bəladan xilas et. Bədbəxt o adamdır ki, başqasına yaxşılıq etmək əlindən gəlirsə onu etməyə. Hər işin varsa, özün onun yerinə yetirilməsinə nəzarət elə. Çünki heç kəs sənin mənfəətini öz mənfəətindən üstün tutmaz. Bundan başqa, səliqələr müxtəlif olduğu üçün çox çətindir ki, başqası o işi sənin sevdiyin dərəcədə hər cəhətdən yaxşı icra etsin. Köməksiz bir işi görmək mümkün deyildir. Çünki bir adam hər işi tək icra edə bilməz və bəlkə o işin xırdalıqları ilə məşğul olub mühüm cəhətləri unudar.
Hər işi bir adama tapşıranda özün də onun necə icra olunmasına nəzarət yetirəsən. Öz qüvvət və istedadının dərəcəsində boynuna iş götür, nəinki nəfsin istədiyi qədər. Məlumdur ki, adam çox dalınca qaçdıqca azdan da əli çıxar. Hər kəsə öz halına münasib yaxşılıq elə. Çox olmuş ki, cüzi bir şey böyük şeydən daha çox bir adamın karına gələr.